Əziz dostlar, keratokonus müalicəsi ilə bağlı sizinlə bir yenilik bölüşmək istərdim. Keratokonus nə deməkdir? Buynuz qışada əyilmə gedir. Kimdə keratokonus var, artıq bilirlər nə məsələdir o. Yəni ki, eynəklə taxanda gözləri görməyi yaxşılaşmır. Bu xəstəlikdə bir neçə əməliyyat var. Biri var crosslinking. Crosslinking nə edir? O həmin zəif gözü bərkidir ki, dayda zəifləməsin. Düzdür, bu görməni artırmır, amma zəifləmənin davam etməsini saxlayır əksər hallarda. Sonra xalqalar var, xalqa qoyulur ki, görmə dayda yaxşılaşsın. Bu da yad cisimdir, gözdə qalır. Son zaman biz başlamışıq lazerlə bu əməliyyatları icra eləməyə. Topoguided deyirlər. Topoguided lazer, yəni ki, göz naxamardır, lazer onu xamarlaşdırır və ondan sonra crosslinking olunur. Yəni ki, xamarlaşdırılandan sonra da crosslinking olunur ki, həm görmə artır, həm də göz bərkiyir, yəni ki, dayda zəifləmir. Hətta bir xəstəmiz də Almaniyadan gəlmişdi bu əməliyyat üçün. Ondan da xahiş elədik, öz təsərrüfatlarını bizlə bölüşsün. Bir yaxınlarda o da bölüşəcək ondan və bilin ki, keratokonus müalicəsi var. Dayandırmaq onu olar və bəzi hallarda da görməni də yaxşılaşdırmaq olur və mənim fikrimcə bu hal-hazırda ən yaxşı müalicələrdən biridir keratokonus üçün.